bax, zövq al, abunə ol, şərh yaz. Mən də sizə Türkiyənin ən maraqlı və ən gözəl restoranlarını çəkib göstərəcəm. Bura Eminönündəki bazardır. Ən ucuz deyərəm bazar Türkiyədə bəzi bazarlardan ucuzdur. İndi sizə göstərəcəyim yerlər Eminönündə küçük bazar deyilən bir yer var. Bura dənizçilər daha yaxşı tanıyır. Nədən? Burada oteller çoxdur deyəni, ona görə də. Selamun aleyküm. Aleykümselam. Nasılsınız? Kafe 100 abi. Sen nasılsın? Kolay gelsin. Balkan kafe. Belə deyim də çayxanalarıdır bura. Bunların stolları çox maraqlıdır. Burada həqiqətən də görsən balaca stollar var, qəşəng. Gözəl stollar qoyublar burada. Bunların çayxanasıdır. Bal kimi. Bal. Hadi eyvallah. Kendine iyi bak. Sağ ol. Allah razı olsun. Bura küçük bazardır. Küçük bazarı çox gəmçilər daha yaxşı tanıyır. Burada gəmçilər qalırlar əsas. Yəni burada oteller, qalacaq yerlər çoxdur deyənə. Mən özüm də dənizçiyəm. Gəmidən düşəndə birbaşa bura üst tuturuq. Burada qalırıq. Ona görə sizə bura çəkib göstərmək istəyirəm. Çox insanlar soruşurlar küçük bazar, küçük bazar. Yəni bizim dildə balaca bazardır. Ona görə çəkim sizə göstərim ki, baxın, bura balaca yerdə olsa, inandırım ki sizə, bir də görsən ki, burada probka yaranır, gediş-gəliş olmur. Burada da yaxşı lokantalar var, kafeler var. Çox insanlar bilir, görüblər. Görməyənlərə də çəkib göstərirəm ki, xəbəriniz, məlumatınız olsun. Buranın belə deyim də Sirkəçidə böyük bir fərq var qiymətlərdə. Qiymətlərdə çox bir böyük fərq var. Burada boş. Salam aleyküm. Ehtiyatlı ol. Qardaş deyir mənə də çək yenə. Deyirəm amma baş üstə nöş çəkmirəm ki. Buyur bacı. Siz de sağ olun. Burada en maraqlı, en güzel börək burada verilir. Gəlmişəm onun yanına. Həm də o çəkəcəm. Görüm inşallah. Xoşuna gəlir yoxsa yox. Selamun aleyküm. Kolay gelsin. Arkadaş nasılsın? Hoş bulduk. Kolay gelsin. Kolay gelsin. Ne haber? Elhamdülillah, şükürler olsun. Gün ne istəyir var. Bu qardaş da ki, Allah canını sağ eləsin, gözəl bir insandır. Həmişə gələndə elə bu qardaşın yanına gəldik, çay, çörək yeməyə gəldik ki, həqiqətən də xoş münasibət göstərir onu. Gərək yaxşı olasan ki, qarşıya da yaxşılar çıxsın. Azerbaycan'a selamlar. Salam olsun, Allah razı olsun. Tam olarak. Maşallah, her şey güzeldir, her şey Allah. Qəşəng. Mən də indi qardaşa sifariş verəcəm. Mən üçün həmişə kimi. Bura vapurun gözlənti zalıdır. Vapur geldi. İndi minib inşallah keçəcək Kadıköy'e. Vapura minib keçəcək Kadıköy'e. Hava bugün küləklidir. Açıq hava.
Selamun aleyküm. Kolay gelsin. Vallahi. Geldik Kadıköy'e. Çıkırıq hal-hazırda bayram. Gəldik çatdıq Kadıköy'e. Geldim çıktım Kadıköy'e. Hal-hazırda Kadıköy diyen. Islak mendil, selpak mendil var mı? Göre bu Kadıköy'de en maraqlı yerler. Kolay gelsin. En maraqlı yerler. Mənə əsas vacib olan nədir? Əsas mənə vacib olan restoranlardır. Çünki restoranda Allah'a şükür mən də 17-18 il biliyim var, savadım var, bildiklərim var. Selamun aleyküm abi. Aleykümselam. Hoş gördük seni. Eyvallah. İsmin ne abi? Furkan ben. Furkan. Memnun oldum. Ben de Famil Azerbaycanlıyım. Memnun oldum reisim. Memnun oldum. Kardeşimiz kızıl işine bakır, kızıltıdır. Kızıl mı deniliyorsun orada? Bizde kızıl deyilir abi. Sizde ne söylenir? Altın, gold. He, altın gold. Altın. Öyle. Kardeş kızıl işine bakır. Demek burada Çarşı iş merkezi. Küçük Kadıköy. Çarşı İş Merkezi Kadıköy'de. Çok güzel insandı. Allah razı olsun. Eyvallah. Ve çok güzel karşıladı. Azeriler kardeşimiz. Valla Evet, Allah razı olsun kardeş. Selamlar. Allah size yar ve yardımcı olsun. Eyvallah. İşlerinde inşallah uğur kazanasan. Teşekkür ederim, sağ Kardeş olasın. bir de güzel söz söyledi. Ben çok hoşuma geldi. Deyir, eğer hayatta uğur kazanmak istiyorsansa mütülək ve mütülək sevdiğin işle meşgul olmalısan. Kesinlikle. Öyle abi. Kesinlikle aynen öyle. Sen de bu işten devam inşallah, güzel yerlere gelirsin. İnşallah. Allah razı olsun Teşekkür kardeş. ederim. Allah razı olsun. Kendinize iyi Bu bakın. Azerbaycanlılar bakacak buraya inşallah. Çok selam etsin. Kadıköy'e Allah razı olsun. Kadıköy'e gelenler, kızıl almak isteyenler kardeşten gelip alabilir. Elanı da bırakacağım inşallah. Google'a altın gümüş takı atölyesi yazdıkları zaman çıkıyoruz. Bilgin olsun, orada Tamam, 5 güzel. yıldızlı 200'ü geçmiş yorum kitlemiz var. Referanslarımız var. Kişiye özel siparişler de yapıyoruz. Her türlü yardımcı oluruz. Güzel. Kolay gelsin. Kendine iyi bak. Allah razı olsun. Teşekkür ederim. Çok güzel tatlılar var, şirniyatlar var, cürbəcür. Ne cür ne istəyirsən. Bu tatlı pişirenler, şirniyat pişirenlere bir mesaj olabilir. Kolay gelsin. Sağ ol Fuat abi. Nasılsınız? Vallahi yanıyorum Fuat abi. Yanıyorum Fuat abi, yanıyorum. Buyurun. Ulan beni yakanı yakacağım ulan. Abi bu kokoreç mi? Yoksa bu özel bir şey? Abi kız kokoreçe Kuzulu. Lokum. Lokum. Çok güzel. Süper. Öyle mi abi? Başka bir iyi ben bir başka bir şey değil mi? Buyurun buyurun. Benim babam iyi. Bir kere veren bir şey yok ha. Kolay gelsin. Ekranında var ya. Bak.
Selamun aleyküm. Kolay gelsin. Buyur. Neyse yapıyor musun abi? Köşeye doğru git. Neyse yapıyor musun? O ne demek anlamadım ki. Kokoreç mi bu Bilmiyorum. abi? Bu kokorecin közde olanı. Közde olan. Aynen. Öyle. Bu da soslu İstanbul usulü. güzel. Sargın usulü. Siparişin var mı? Siparişim şu an yok ya. Şu an yok. Olur inşallah. Şimdi sipariş gelecek bak. Şu an İnşallah. kalamar atıyorum. İstersen kalamarı çekebilirsin bak. Olur abi olsun. Olsun problem yok. Olsun abi. Fark etmez. YouTube kanalım var. Evet abi paylaşacağım. Ben senin ismini ver de kendimizi izleyelim. Selamun aleyküm. Bismillah. Karbonatlı su. Efendim? Karbonatlı su. Sodalı su. Aa güzel. Abi bunun bir siparişin bir porsiyonu ne kadar? Bir porsiyon kalamar 700 lira. 700 lira. Tamam. Ama bu kalamar. Bunlar midye Kalamar. tava, bu kalamar. Bunlar Aynı. midye, bunlar kalamar. Aynen. Ha tamam. Güzel. Bu midye dolmanın eti bu. Ha tamam. Böyle unlanıyor, atıyor. Bunu çekeceksen şuraya dönecek, üstün kokmasın. Bir de Tamam. burada çok sıcak. Tamam. Tamam. Burada yani maraqlı yerdir, pis yer deyil. Burada da məhəllələr hamısı restoranlar, bazarlar bir-birinə çox yaxındır. İnandırım sizə restoranlar hamısı bir-birinə bitişikdir, bir-birə üzbəüz dayanıb amma hamısı da işləyir. Basta, dai. Sono grosse. Gözəl pastalar var. O maşallah. Çekebilir miyim? Kolay gelsin. Nasılsın? Çok suda bakan kimin axadı ləhcəmdən tuturlar ki, Azərbaycanlıyam. Bilənlər. Selamun aleyküm. Kolay gelsin. Nasılsınız? Bir tane benim için kahve lütfen. Tamam. Kahve. Nasıl yapalım? Efendim? Olsun bir büyük mü yapalım? Çok da yaxşı küçük de olsun yani əsl hə? Şekeri nasıl çok? Şeker orta olsun yani. Orta olsun lütfen. Kardeş şimdi bir de mənim üçün kofe. Olur mu kardeş? Əsl Türk kofesi. Özə közün üstündə dəmli. Burada qeyri-adilik nədir? Közün üstündə dəmləmək. Biz evdə tokun qazın üstündə dəmləyirik. Burada yəni közün üstündə daha maraqlı və daha dadlı olur. Düzdür abi? Neresi Azerbaycan? Azərbaycanlıyım əlbəttə ki. Bakıdan. Bakının Neftçala rayonunun Bankə qəsəbəsindən. Bizdə Neftçala var, Neftçala. Nefçe. Neftçala. Nefçe diyorlar değil mi? Evet. Orada hamısı balıqçılar da abi. Hangi balıklar çıkıyor sizde? Bizdə cürbəcür balıq var. Bannərə, ağ balıq, kütüm, çəki, bobla, şaymayı. Deniz balığı mı olur? Evet, hamısı dəniz balığı. Yəni bizdə o okyanus balıqları yoxdur da çox. Bizdə dadlı balıqlardır, təbii balıqlardır da yəni. Okyanus balığı yok ki. Ya Akdeniz, Marmara. Hə. Qardaş dəmləyir yeməcimdə, kofe içim. Çoxdandır Türk kofesi içmirəm, həqiqətən abi. Bir də, mı geldin? efendim? İlk defa mı geldin? Yox abi, mən çox olmuşam burada, Türkiyədə, valla. Burada mı yaşıyor? Yox, Azərbaycanda yaşayıram. Mən bəli. Ailə, uşaq hamısı oradadır. Ana, bacı, qardaş. Ne yer? Kofe də gəldi, Türk kofesi. Yanında su, bir də lokum. Şuranın
Nasıl bir? Bugün gelmemiz gerekmiyordu. Bugün son günün Bura göre nasıl bir maraqlı yer oxuyur. Burada da restoranlardır. Çayxana, restoran. Gözəl bir meyvə dekorları ilə rastlaşmışam. Baxın, meyvələrini gör nə gözəl çəkiblər. Düzdür, çoxdan kəsilənlərdir, amma həqiqətən də gözəl kəsiblər və gözəl düzüblər. Belə deyək də, gözəl düzlükləri var. Qəşəng. Kardeş kolay gelsin. Hal-hazırda Kadıköy'ün dəniz kənarında yerləşən bir restorandayam. Çox full restorandır həqiqətən də. Yəni dəniz kənarında çox restoranlarda olmuşam. Yəni bu cür restoranlar parmaqla sayılası bir restoranlardır. Hər şey gözəl, nizamlı, intizamlı, səliqəli, qəşəng məzələr. Hamısı bu restoranın daxilində olan dəzgahda yerləşdirilir. Bütün salatlar, hamısı məzələr yerində. Gözəl. Mənzərəsi də gözəldir, dizaynı da gözəldir. Həm də bəzi yerlər bəziblər, gözəlliyi veriblər ki, yəni dəniz kənarıdır. Ona görə də ki, bu cür gözəlliklər olmalıdır məncə. Düşünürəm ki, olmalıdır. Burada bir də balıq yeyən quş var. Nə istəyirsiniz? Bu restoran 16 ildir fəaliyyət göstərir hal-hazırda. Moda Qayxanə adından da görə bilərsiniz. Dəniz kənarında düşünürəm ki, ən baqat restoranlardan biridir. Əgər Kadıköy'ə gəlirsinizsə, Kadıköy'ə gələndə mütləq gəlib bu restorana hesab verməlisiniz. Hesab versəz daha maraqlı olar, düşünürəm. Həqiqətən də çox gözəl bir restorandır və düzlüşü, nizam, intizam, servis, hər şey yüksək səviyyədə. Yəni bir çox restoranlarda olmuşam, işləmişəm, fəaliyyət göstərmişəm, hal-hazırda super. Baxın, restoran servisinə baxın, hər şey qayda qaynunla, hər şey yerli yerində. Gözəl. Qəşəng. Əsas da bu dənizin mənzərəsi nəyə deyirsən dəyər. Dənizin kənarında əyləşib balıq yeməyə dəyər həqiqətən də. Burada balıq yeyəsiz. Düşünürəm ki, ən maraqlısı odur. Eyvallah, sağ olasın. Nasılsınız? İyi, sen nasılsın? Ne var? Güller olsun. Ne var ne yok? Vallahi. Şu lavaşıma bak, biliyorsun. Şu lavaşıma bak. Ay maşallah. Biz de her zaman şov yaparız. Tamam ya. Oo, Hasan, güzel. Bak böyle yapıyoruz. Biliyoruz bunu. Bak Sizde özellik ne abi? şuna bak şuna. Ay maşallah. Bak şuna. Ay berekallah. Hey yavrum. Ay maşallah. Berekallah. Hasan, Hey yavrum. güzel. Oo, güzel. Ya susu. Kolay gelsin. Eyvallah. Güzel. Demək, gəldim, bir çəkiliş elədim və Tantuniya qonaq elədilər, sağ olsunlar, həqiqətən də. Baxıb görüm, necədir Tantuni. Bismillah. Mən Tantuniya qonaq elədilər. İnandırım ki, sizə bu günləri hara getmişəm, maşallah. Ancaq qonaq eləyiblər, sağ olsunlar.
çəkiliş edirəm mən qonaq elində. Amma hələ reklam istəyən yoxdur. Neynə, ona da Allah kərimdir. Bismillah. Çox dadlıdır, həqiqətən. Axır ki gəldim, tapdım Şəmsiyə Sokakın. Buna bizim dildə Zontik məhəlləsi deyirlər də. Bəlkə çoxları bunları görməyib, həqiqətən də gözəl düzəldiblər. Qəşəkdir. London. Kafenin adı London'da. Həqiqətən də London sayağı düzəldiblər. Gözəl. Qəşəkdir. Super. Qəşəng düzəldiblər. Nə deyirlər, Şəmsiyə Sokak. Bəzilər bağlanıb, bəzilər açılıb. Buradan da assassa şey aşağı inşallah. Burada kafeler, restoranlar her taraf görürsünüz. Yani maraqlı yerler. Maraqlı yerler, gündüzlər çox adam olmur buralıqda. Çox insanlar gecə gəlir, turistlər, yerli cəmaət əsas bura axşamlar gəlirlər. Axın axşamlardır. Çünki gündüz həddindən artıq çox isti olur. Ona görə heç kim bayıra çıxmır. Amma elə axşam sərini bayıra çıxır, restoranlar, nə bilim, dəniz kənarı, sahillərin kənarı. Ona görə hər kəs axşamlar çıxır bayıra. Rana bir boya aşağı düşək görək. Hal-hazırda elektrik iskan içərisində gedirəm. Dəstək olun, abunə olun, şərh yazın və paylaşın ki, hər kəs görsün. Ola bilər sən bəyənmirsən, baxmırsan, amma heç olmasa paylaş, başqaları görsün. Bəlkə başqaları baxıb bəyənəcək, başqalarının xoşuna gələcək.